Birinci olaraq sizə göstərəcəyim trik dostlar, rəng izolyasiyasıdır. Hal-hazırda görmüş olduğunuz kimi ekran belə bir bomboş bir sahədir. Bura gətiririk, əlimdə belə bir klip var, bunu əlavə eləyirik. Burada görmüş olduğunuz kimi misal üçün deyə bu sarı rəngi saxlamalıyıq. Rəng izolyasiyası dediyimiz şey də budur. Aha da bu sarı rəngdən başqa bütün rəngləri doyğunluğunu azaltmaq, yəni ağ-qara formada göstərmək. Bunun üçün də gəlirik ayarlar hissəsindən Adjust hissəsinə, yəni rəng ayarlama hissəsinə basırıq. Buradan da HSL hissəsinə tıklayırıq. Görmüş olduğunuz kimi bundan başqa olan bütün rəngləri burada doyğunluğunu azaldırıq. Bu da buradakı bu saturation yazısı var, doyğunluq deməkdir o. Bunu gəlirik buradan azaldırıq. Görmüş olduğunuz kimi bu belə oldu. Sonra gəlirik aha da bu rəngi seçirik. Bu rəng, yəni bu dəri rənginin, bunun da doyğunluğunu azaldırıq və görmüş olduğunuz kimi baxırıq. Sadəcə sarı rəng qaldı. Sarıdan başqa bütün rənglərin doyğunluğu getdi. Belə olan kliplərdə dostlar rənglərin bir-birindən kəskin fərqlənməsinə üstünlük verin. Yoxsa baxın belə bir şey göstərim sizə. Misal üçün deyək bu rəng bu rənglə uyğundur. Bunu azaldanda bunun da doyğunluğu azalır, bunun da doyğunluğu azalır. Və nəticə etibarilə bu sizin istədiyiniz obyektin də solğunlaşmasına gətirib çıxardır. Onun üçün rəng ayrımının kəskin